Bəli, cədvəli özümüz qururuq. Biz demişik yoldaşlar, cədvəl hazır deyil burada. Yəni table 1 açılır, düzdür. Aksiyasının əsas obyekti budur. Amma cədvəlin strukturunu quracağıq. Cədvəlin strukturunu qurmaq üçün burada solda view var. View-nun içərisində design view var. Dizaynla cədvəlin strukturunu qura bilərik. Datasheet isə əməli rejimi sayılır. Datasheetdə sadəcə cədvəlin içərisini dolduracağıq. Design view eləyirəm. Burada cədvəlin adını dəyişə bilərsiniz. Bir şey var ki, cədvəlin adında simvol sayı 64-ü keçə bilməz. Sonra demişik biz sizə yadınızda tutsun. Table 1-i silirəm. Yazıram Ləvənci 1. Deməli, OK vururam. Gəldi dizayn, belə deyək ki, hissəsi. Dizayn hissəsi 3, ümumiyyətlə dizayn formatı da görünüş formatı. Dizayn tabı. Dizayn hissəsi, dizayn 3 hissədən ibarətdir. Field name, sahələrin adı, data type, verilənlərin tipləri, bir də description hissəsi var burada. Əlavə. Bizim düzdür, əsas field name və data type. Bizə bu ikisi lazımdır. İndi bunlarla bağlı danışacağıq. Fikir versiniz ID sahəsinin solunda açar işarəsi var. O burada da aktivdir. Primary key. Gizlədib göstərə bilərik. Yəni bu nəyin qarşısını alır? Bax, buradan vuranda aşağıda yazır ki, index qarşısında. Yazır yes, no, duplikat. Yəni duplikatın qarşısını almaq üçün bildiniz. Duplikatın qarşısını almaq üçün yadda saxlayın. Yəni təkrarlanma olmur da demişdik onu keçən həftədə. Əslində açar sahə o demək ki, burada təkrarlanma olmur. Tutaq ki, mən yazıram məsəl üçün iş nömrəsi. İndi onu ID-sini silib belə yazıram. Və yazıram məsəl üçün tələbə adı, soyadı yazıram. İndi böyle yazıram. Qəbul balı yazıram. Ödəniş yazıram. İmtahan tarihi yazıram. Bunları niyə yazıram indi deyəcəm. Çünki bunların hamısına görə biz burada kənarda vuranda verilən tipləri var. Bunların çoxunu seçməliyik. Və mən də bunları əsasən yazıram. Şəkil, mail adres, sonra nə seçə bilərik orada? Bir də məzun olub olmaması. Ətraflı məlumat. Bunlar bəs eləyər. Deməli, iş nömrəsini avtonom seçə bilərik. Niyə? Və ya adına gəlib açar eləsəm, adını da açar eləyə bilərsiniz, şey olur. Adı açar sahib siz eləyə bilərsiniz. Çünki ad ikinci dəfə təkrarlanmasın. Amma təbii ki, o mənasızdır. Niyə? Çünki ad ikinci dəfə təkrarlana bilər də. Bu normaldır. Aydın oldu. İndi, iş nömrəsini niyə avtonomber eləyirik? Avtonomber ona görədir ki, yoldaşlar. Deməli, burada avtomatik nömrələnmə baş verir. Avtomatik nömrələnmə o demək ki, yəni 1, 2, 3, 4, 5 belə gedir. Çünki iş nömrəsi elə bir şeydir ki, avtomatik nömrələrdə onu oturur kimsə bir-bir əlinə yazmır ki. Adı seçə bilərik short text. Short textdə simvol sayı 255-dir. 255 keçə bilməz. Yadda saxlayın. Müəyyən bir limit vardır elə bir ki burada. Sonra soyadı da short text seçə bilərik. Burada amma long text də var. Long textdə simvol sayı çox olduğuna görə onu burada seçməyə ehtiyac yoxdur. Qəbul balı ədəd olduğuna görə number. Ödəniş pul vahidlərinə bağlı olduğuna görə currency. Excel'lər var idi bunlar. İmtahan tarihi date time. Yəni uyğun bir format seçirsiniz də. Şəkil ole object. Çünki sırf belə yerlərdən getirilir şəkil. Məsələn, mail adres, hyperlink. Görürsünüz, uyğun bir tiplər seçirik. Məzun olub olmaması yes, no, ya hə, ya yox kimi. Ətraflı məlumat isə long text seçə bilərik. Long textdə simvol sayı
simvol sayı 255'i kesebilir. Hatta ben size deyim ki long text'te səhv eləmirəmsə 64 min simvola qədər simvol ola bilər. Elə məlumat yoldaşlar. Burada belə bir şey var ki, long text'te məlumat sahədə deyil, digər bir yerdə yerləşir. Yəni sahənin özündə deyil, başqa bir yerdə yerləşir. Elə deyilir o. Bir de burada belə bir şey var ki, Ole object tipini açar sahə seçə bilmərsiniz. Primary key deaktivdir yuxarıda. Amma digərlərini açar sahə təyin edə bilərik. Bir dənə Ole objectə gələndə primary key deaktiv olur. Amma qalanlarını açar sahə seçə bilərsiniz. Yəni, bu da var testli suallarda ki, bizə deyir ki, hansı sahəni açar sahə təyin etmək olmaz. Ole object. Number'a görə default qiymət silim, currency'yə görə default qiymət silim. İndi gəlin burada datasheet view eləyirəm. Yes. Bax, cədvəlin strukturu gəldi, gördünüz. Ad, soyad, qəbul balı. Bax, görürsünüz yuxarıda yazılanları, sütun başlıqlarını. Yəni, bu aksesi Excel'dən fərqləndirən cəhət də budur ki, burada cədvəlin strukturunu özümüz yaradırıq. Amma Excel'də cədvəl hazırdır. Bildiniz, fərqi budur. İndi məsələn, mən ad yazıram, misal üçün. Məsələn, yazıram Kamil. Bax, sola baxın da. İş nömrəsi olaraq bir yazdı. Düzdür, biz iş nömrəsini 6-7 rəqəmli ədəd qoymamışıq deyə. Minimum 1 ilə başlayır. Bir də belə bir şey var ki, solda fikir versə qələm işarəsi gəlir. Görürsünüz sarının içində. Qələm o demək ki, məlumat yazılır. Soyadını yazıram, tutaq ki, Qurbanov, bal yazıram. Məsəl üçün, tutaq ki, magistr bal olaraq. 82. Ödəniş 50 manat. Fikir versə bal işarəsi gəldi. Manat işarəsi gəldi. İmtahan tarixini kalendar gəlir. Seçirəm, tutaq ki, 15 fevral. Şəkil seçə bilərik. Şəkil üçün sağ düymə vururam. Mouse'un sağ düyməsi. Burada insert object. Belə bir pəncərə açılır. Create from file eləyib. İndi düzdür. Buradan hər hansısa proqramdan da şəkil yaratmaq olar. Ya da create from file eləyib. Browse eləyirəm. Browse nə deməkdir? Öz kompüterimizdən yatırıram. İndi öz kompüterimizdən görə buna nə gətirə bilərik? Bu Kamilin şəkli olsun. Tarçı stalisini salat. Okey. İndi bu belə gəlir yoldaşlar. Belə gəlir package. Üzərinə 2 dəfə vururam. 2 dəfə vururam. Kamilin şəkli asıldı bu qaydada. Aydın oldu. Bu belə. Sonra mail adresi nə bilim belə bir şey yazıram. Nə gəldi? Məzun olub olmaması varsa əgər işarəni vura bilərik, vurmaya bilərik. Bir ətraflı məlumatda əlavə nələrsə yazırım. Aydın oldu. Bu qaydada. Sonra məsələn, keçirəm növbəti tələbəni yazıram. Belə cədvəli doldururum. Məsələn, yazıram, tutaq ki, Cavid Əliyev. Sualım var Səriyə. Bəli, müəllim. O məzunda niyə elə o quş qoymaq yeri, yəni yarandı da, yəni o özü başa Yəni düşdü, ya yoxsa hə ya yox necə? ki də. Məsələn, ola bilər ki, keçən il məzundur da tələbə. Ola bilməz ki. Ola Onu bilər siz də. yaratdınız, yoxsa özü yaratdı? Yox, mən yaradıram, özü kvadrat işarəsini qoyur ki, işarəni qoyur. Yox, bunlar hamısı özü gəlir. O verilən tipinə əsasında. 50-nin yanında manat işarəsi gəldi, gördün. Sonra burada tarixə görə kalendar gəlir. O bizə nəyə görə gəlir? Özü başa Avtomatik gəlir. düşür də, yəni. Özü başa düşürəm. Məsələn, Cavid Əliyev yazdım. Bununla yenə sağ düymə şəkil seçirəm burada. Bunlar şəkil olsun, xəncər şəkili. Okey. İndi maildə də ki, əlavə nəsə yazır. Bax, fikir versə, mail ünvanlar link kimi gəlir. Bax, əl işarəsi. Belə. Ya bu qaydada, bu qaydada cədvəli doldurursunuz. Cədvəli doldurursunuz. Bildiniz? Bu qayda doldurursunuz. 1, 2, sonra başqa bir tələbə yazırsınız. İndi oturub mən bunların üzərində bir-bir işləməyəcəm yoldaşlar. Yəni oturub burada yazmayıb da bir neçə adları
vaxt itirməyə belə şeylər. Mən hazır cədvələ sazacam. Hazır cədvəlin üzərindən sorğu yaradaq. Görək o sorğudur. Sonra filtrləmədir, sıralamadır. Onları bir dənə izah edək. Yaxşı, burada belə bir cədvəl qeyd eləmişik. Deməli, eyni şeydən mən də bunu doldurmuşam sizə əlavə elədiyim cədvəl üçün. Hazır cədvələ burada ascending eləyirəm. Sort filtrdə ascending var. Seçirəm bu, məsələn, tutaq ki, soyadı, ascending vururam. A'dan Z-ə. A'dan Z-ə nə deməkdir? Onda soyadları ilk hərfinə görə sıralayacaq. Soyadlarda, bax soyad hissəsini seçmişəm. İndi ascending vururam. Fikir verirsə, H, M, R. Aydın oldu. Yəni ilk hərfinə görə fikir verdiniz. A'dan Z-ə sıralayır. Amma əgər descending seçsəydim ki, hansı ki Z-dən aya, onda R, M, H, Ə, bu qayda çoxdan özür doğru gətirir. İndi təbii ki, bu ballara görə də eləyə bilərsiniz. Onsuz ədəddə daha rahat olur. Ascending, pastralat, ədədlər azdan çox. Descending eləsə bu qayda. Remove sort eləsə ləğv edir. Sonra filtrləmə əməliyyatı var. Filtrləmə nədir yoldaşlar? Filtrləmə. Məsələn, seçirəm soyadı, filtri vururam. Yeni qulaq asın. Burada işimiz olacaq ha bizim. Məsələn, deyirəm ki, begins with nə ilənsə başlasın. Bax, soyad begins with yazıb bu pəncərədə. Basılan pəncərədə. İndi yazıram ki, M ulduz. Qulaq asın. Ulduz sual söhbətləri burada da var. İndi suallar, əgər yadınızdadsa yoldaşlar, bu ulduzun sualın yerinə simvol sayı nə qədər ola bilərdi? Elə əvvəlki mövzular deyil idi. Hə? Ulduzun yerində istənilən sayda simvol ola bilər. İstənilən sayda. Amma sualın Sualda bir yerində dənə. bir dənə. Sualda bir dənə. Bəli, eyni qaydadır. O burada da keçərlidir. İndi M ulduz o demək ki, soyadı M-lə başlayanlar kimlərdir? Mustafayeva, Məmmədxanlı 2 nəfər. Mustafayeva, Məmmədxanlı 2 nəfər. Aydın oldu. DK nədir? Lamiyə, DK nədir? Heç nə, ay müəllim, randomdur. Öyle bir tık 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 tık. Sızırsız işim. Neyse, yaxşı qulaq asaq. Bildiniz niyə bu ikisini göstərdim? Mustafayeva ilə Məmmədxanlı. Çünki soyadları M-lə başlayır. Amma bir də filtr verirəm. Bu dəfə does not end with eləyirəm. Son nəyləsə bitməsin. Məsələn, deyirəm ki, ulduz və. Ulduz və o demək ki, yoldaşlar, sonu V ilə bitməyənlər. Yəni, Rızayev, Əliyev, Əsgərov. Not var, ha. Yəni, bu üçü olmasın. Ona digərləri göstərdi. Aydın oldu. Yəni, bu qayda bunları göstərir. Bildiniz eynadır. Yəni, filtrləmə budur. Müəyyən şərtləri ödəyənləri göstərir. Amma filtrləmədə bir dənə şərt veririk də. Gələk sorğuya. Sorğu daha maraqlıdır və bizim üçün vacibdir. Sorğu haradan yaradırıq? Create tabından. Create tabından yoldaşlar, sorğu yaratmaq üçün burada query design var. Vururam. Seçirəm cədvəlin adım. Stalisini 1. Add edirəm close. İndi burada sahələri seçirəm. Field. Aşağı hissəyə baxın, bir dənə vacib məsələdir bunlar. Deyirəm ID-si görsənsin. Add
soyad, qəbul balı, bir də imtahan tarixi tutarız. Yenə seçə bilərsiniz, amma ehtiyac yoxdur. Bunları bildiniz. Cədvəllərin adı nədir? Cədvəlin adı budur. İndi burada sort da var. Sort o da bayaq dediyimiz ascending, descending. Bunları yəqin ki bildiniz də A'dan Z'ə, Z'dən A'ya. Onda var idi. İndi hələ ki sortla bağlı heç nə seçmirəm. Show göstərməkdir. Deyirəm ki, sorğu keçirəndə imtahan tarixi görünməsin. Onda bu quş işarəsi var. İmtahan tarixinin içərisini götürürəm onu. Elə ki, kvadratın içindən quş işarəsini götürürəm də. Gəldim kriteriya hissəsinə. Kriteriya nə demək yoldaşlar? Kriteriya burada bilirsiniz nədir? And. Çünki orada var. Bir də and or söhbətlərini yəqin ki eşitmişsiniz, bir dəfə demişim. And burada nə olacaq? Kəsişmə. Yəni çoxluqlar üzərinə əməllər var. Kəsişmə nə deməkdir? Məsələn, yazıram 1, 2, 4. Yazıram 2, 3, 4. Bunun əndi nə olacaq? 2 ilə 4. Çünki kəsişmə bu deməkdir. Ortaq olanları. Hər ikisində ortaq olanları götür. Orama birləşmədir. Yəni, məsələn, yazsaydım 1, 2, 4. Bir də 2, 3, 4. Bunun oru nə olacaqdı? 1, 2, 3, 4. İndi bildiniz kəsişmə, birləşmə nədir? Kimləri yadından çıxmışsa, heç onu təkrarlayın. Buradan öyrənin. And kəsişmədir, yəni ortaq olanları götürür. İndi şərt verirəm. Hansı şərt? Tərə görə bu cədvəldən kimi şərtlər verə bilərik. Məsələn, deyirəm ki, adlarının sonu n-lə bitənlər, Elmin, Ayan, İlkin, yəni sonu n-lə bitənlər olsun. Adları Ulduzen. Bunun kənarda var onda yoldaşlar, belə bir ifadə gəlir. Like Ulduzen. Yəni, like burada nə məna verir? Ya, nə məna verəcək? Like mənzətmək kimi, oxşatmaq kimi. Yəni, burada bir rolu yoxdur da əslində. Elə sadəcə sonu n-lə bitənlər. Prosta like yazılır da, yəni onu demək istəyirəm. Adı n-lə bitənlər, qəbul balı. Burada 2 dənə soyad seçmişəm. Qəbul balı seçəm. Qəbul balı. 80, 85, 87, nə versə yaxşı olar. Məsələn, verirəm ki, belə bir şey verirəm. Not. Özüm belə verirəm, deyəcəm niyə. 82-dən böyük. İndi qulaq asın. Not 82-dən böyük bilirsiniz mənası nə deməkdir? Yəni qəbul balı. Mən də bizim bildiyimiz 3 dənə işarə var da. Böyük kiçik bərabər. Düzdür mü? Hə? 3 dənə işarə var da. Böyük kiçik bərabər. Not elə bil ki, böyüyü silir. Əgər not böyüyü silirsə, yerdə nə qalır? Kiçik ilə bərabər. Yəni bu mənası o demək ki, 82-dən kiçik bərabərlər götürəcəyiz. Yox, əgər not belə versəydi, məsəl üçün, kiçik bərabər 82. Onda not kiçik də silir, bərabər də silir. Nə qalır? 82-dən böyüklər götürəcəyiz. Bunun açıqlaması budur. 3 dənə işarə vardır. Ya böyük ola bilər, ya kiçik, ya da bərabər. Hansına görə not verirsə, onu silirsiniz. Bunun ən yaxşı yolu budur. Belə yadda saxlayın. İndi bunların hər ikisini kriteriya hissəsinə verdim. Yəni, mən or hissəsində heç nə yazmadım hələ ki. Çünki özüm yazmıram. İndi birazdan yazacağım onu. İndi bu mənası o demək ki, həm adı n-lə bitsin, həm də qəbul balı 92, daha doğrusu 82-dən kiçik olsun. Amma hər ikisi ortaq olsun, ha. Hər ikisi ortaq. Kim var uşaqlar? Gəlin birinci baxıb sonra nəticəsini görək. Elmin ödəyir məncə. Çünki qəbul balı 80-dir. Həm də sonu n-lə bitir. Amma Ayan ödəmir. Çünki qəbul balı 85-dir. Heç İlkin də ödəmir. Onda bu şərti ödəyən bir dənə elmindir. Gəlin proqramı işə salaq. Proqramı işə salmaq olur. Burada design şeyində başlığında run var. Run işə salıb nəticəsini görmək üçün. Run'ı vururam. Bir dənə elmin üstəyindən çıxdı.
və imtahan tarixində görünmədi. Bildiniz niyə görünmədi? Çünki imtahan tarixində o kvadratın içərisinə o quş işarəsini götürmüşdüm ona görə. Aydın oldu yollarsa. Cəmi bir nəfər göründü. İndi fikir versiniz, sorğu nədir? Sorğu budur ki, ümumi cədvəldən müəyyən nələrisə seçməyə imkan verir. Yəni, mən bu şərtləri ödəyənləri seçirəm. O da bir nəfər çıxdı, cəmi. Sorğu budur, bax. Böyük bir cədvəldən qısa bir cədvəl aldı. Əslən, sorğunun özü də bir cədvəldir, elə. Sadəcə qısalaşmış cədvəl. İndi mən bir dənə sorğu keçirmək istəyirəm. Query design. Bu dəfə orada seçim eləyəcəm, seçimdə. ID-lər görsənsin, ad görsənsin, soyad, qəbul balı. Bu dəfə 4-ünü verirəm sadəcə. Bəli, bununla bağlı testlərə baxacağım. Onsuz da bunu deyib yekunlaşdıracağım. Testlərə baxarıq bir iki dənə. Sort var burada. İndi bu dəfə sort vermək istəyirəm. Sortu nəyə görə verək? Adlarına görə. Descending olsun. Yəni çoxdan azam. Yadda saxlayın bu şərtləri. İki fərqini görə bilərsiniz. Kriteriyadan nə verirəm? Qəbul balı sadəcə 75-dən böyük bərabər verirəm. 74, 160. 75-dən böyüklər görsənəcək. Bu dəfə not yazmıram. Orada isə deyirəm ki, indi amma bir şey var, adı descending vermişəm. Hamısına fikir verin. Orada isə deyirəm ki, yenə bura şərt verirəm. Adı. M-lə başlayanlar. Məmməd, Mədinə. İndi bunu orada verdim. Like M olduz. Belə gəlir təbii ki. İndi yollarsa bunun fərqi bizdən olacaq. Ola bilər yox elə olacaq da. Balı 75-dən böyük olsun, amma adı M-lə başlamasın. Məsələn, Elmin 80 bal. Amma bunu da götürəcəyik. Bilirsiniz niyə? Çünki balı 75-dən böyük. Nə fərqi var? Adı M-lə baş. Bu demir sən ortaq olsun, hər ikisini ödəsin. Bu deyir ki, bir dənəsi ödəsə bəs eləyir. Yəni, iki şərtdən birini ödəməlidir. Çünki bu orada verilir. Or hissəsinə yazılır. Proqramı işə salsa, ödəyənlər kimlər oldu? Mirəli, Məmməd, Mədinə, İlkin, Elmin, Ayam. Kim ödəmədi onda? 2, 4, 6 nəfər. Deməli, bir nəfər ödəməyib. O da kim idi? Ramiz. Bir dənə Ramiz ödəmədi. Burada Ramiz var, Rızayev. Bir dənə bu ödəmədi. Qalan hamı ödədi. Ramiz də bilsiz niyə ödəməyib? Gəlin görək. Balı 75-dən aşağıdır. Həm də ki, M ilə başlamış, R ilə başlayıb. Heç bir şərti ödəmir. Aydın oldu. Amma digərləri niyə götürmüşük? Məsələn, Elminin adı E ilə başlayır, M ilə başlamır. Amma ki, qəbul balı 75-dən böyükdür. Bildiniz? İkisindən biri ödəsə bəs eləyir də. Or bu deməkdir. Or yəni, belə deyək də, birləşmə mənasına baxır. Aydın oldu. Orla əmdin, yəni fərqinə fikir verin və onları öyrənin. İndi bu suallarla bağlı testlərə suallara baxarıq. Bu sorğularla bağlı. Baxaq, ondan sonra PowerPoint suallarına baxarıq. Çünki burada elə çox da qalması mövzu deyil əslində bu. Məsəl üçün, elə qabağımıza çıxdı bayla. 117.
İndi informatikası, bax qulaq asın. Sualı burada verə verirlər. Düzdür, mən sizə proqramını göstərdim. İndi proqramın yazılışı başqa cürdür, yoldaşlar. Sual kənarda belə yazılır. İnformatikası 19-dan böyük olanlara baxıram. Amma özü də olacaq, çünki bərabərliyi var. 1, 2, bir də 5-cidən başqa hamısı. Bunu birləşdirəcək. Or not deyilən anlayış yoxdur, ha. Or ayrıdır, not ayrıdır. Not bura aiddir, xaricidir. Not xaricidir, kiçik bərabər. Not kiçiyi də silir, bərabərdir. Onda nə qalır? Böyükdür 18. Çünki ya böyük, ya kiçik, ya bərabər var. Əgər bu kiçiklə bərabər silirsə, bir dənə böyük qalırdı. 18-dən böyük olanlar hansılardır? Xaricidir. Amma 18-in özü olmayacaq. Deməli, bu və bu. Bunları or verib. Or birləşmədir. Onda olacaq 1. Elə hamısı da, yəni hamısı deyəndə 4, 5-dən başqa hamısı. Çünki 5-ciyə uyğun gələn heç biri yoxdur. Bildiniz? 5-dən başqa hamısı. Bunu da ortaq eləyəcəksiniz. And not məntiq kiçikdir 35 yazıb. Yəni not məntiq kiçikdir 35 dənə məntiq not kiçiyi silir. Qalır böyük bərabər. Məntiq 35 və 35. İndi bunları silirəm bir dənə. Solda nömrələrlə qeyd elədim də ona görə. 35 və 35-dən böyük olanlar hansılardır? Bu və bu. 35-in özü də olacaq, ha. İndi ortaqlar hansılardır bəs? Çünki ən də ortaq olanlar götürür. 1, 4, 6, 8. Neyse, neçə yazı var? Cavab 4 dənə. Niyə baxa bilmədin? İçinə niyə baxa bilmədin? Olsa yenə izah edəcəm. İndi öyrənəcəyiz. Başqa bir nümunəyə də baxaq. Deməli, yoldaşlar, məsəl üçün göndərəcəm onu dərsdən sonra. 117. Bəli, mənim rekordu atsanız, tez atsanız mən baxacağam elə bu günləri. Biraz işim var idi deyə baxa bilmədim. Gəldim gördüm ki, izah eləmisiniz. Belə bilirəm, prosto yenə izaha baxacağam. Yaxşı, universitet budur. Bu ikisidir. Or adınızın. İndi or veribsə elə bunların hamısıdır. Yəni 4-ünə götürürük. And not nəticə kiçikdir 59. Not kiçiyi Yəni nəticələri 59-dan böyük olanları seçəcəyik bu səfər. özü də daxildir. Ha, özü və 59-dan böyüklər. Bəli. Ortaq olanlar elə bunlardır. Bəs yaxşı müəllim, o 1, kiçikdir deyə biz bərabərdir götürdük, yoxsa niyə biz bərabərik? Çünki bərabər qeyd olunmuyor bax orada. böyük kiçik bərabər 3 dənə işarə var. Not əgər kiçiyi istəyirsə böyüklə bərabər qalır axırız. Hə, başa düşdüm. Riyazi olaraq baxacağız. Riyazi olaraq 3 dənə işarə var da. Okay. Bir də mənim bu ümumi sınaq 3-ə düşən suallar var sizdə. Oradakı bir dənə əksiyasla bağlı sual var idi. Məmmədovlar olan sual. Bildiniz hansını deyirəm? Bilməm baxar. Orada nə soruşur ki, babasının, nənəsinin. Yox, işçilərin adları verilib, maaşları verilmişdi. Ə, ən doğrudan bağlı bir sual idi. Bildiniz hansını? Soyadların hamısı məmmə ilə başlayırdı. Adların heç birində n yox idi. Ya da a yox idi. Belə bir şeydi. Nəysə, baxarıq ona. Bu dəqiqə yadımda deyil. PDF də burada yoxdur. Hə, okey. PDF-in ona görə telefonda var. Telefona görə kompüterə atım. Bax, qulaq asın. Burada şeylər də verir. Məsələn, belə bir nəzəri sual da var. Sahə tipləri. Dediklərimiz də number.
date time, long text, short text. Yəni 105.6. O digərləri, yəni 2-dir, 4-dür, 7-dir. Bunlar aksesin obyektləri sayılır. Yəni bunlar sahə tipləri sayılmır. Sahə tipləri mən sizə göstərdiyimdir, ən son dediyimiz. Məsələn, 116-ya da baxa bilərik. Hansı ki, bu da qəbul sualıdır. Tamam. Deməli, ədəbiyyatı coğrafiyasından kiçiyi bərabər. Ədəbiyyat coğrafiyadan kiçik olan budur. Budur və 6-dır. Yəni 2, 3, 6. Hələ heç qeyd eləmirəm, birazdan qeyd edəcəm. Bunu ənd eləyirəm, riyaziyyatı informatikadan böyük olan. Riyaziyyat informatikadan böyükdür. Burada böyükdür, bir də burada böyükdür. İndi bir şey var. Arada nə verib? And. İki mötərizənin arasına and veribsə, yalnız ortaqlar hansıdır? 2, bir də 6. Nə 3 ortaq düşmür, nə də 5 ortaq düşmür. Bildiniz? Bunlar belə getdi. İndi bunu ora eləyəcəksiniz. Yəni bunun davamına nəyəsə əlaqəli birləşdirəcəksiniz. Not ədəbiyyat kiçikdir riyaziyyat. Amma not var. Not kiçiyi silir. Ədəbiyyatı riyaziyyatından böyük olan. Ədəbiyyatı riyaziyyatından böyük olan biri budur. 85-49-dan böyükdür. Burada ödəmir. Burada ödəmir. Bir də bu 74-59-dan böyükdür deyə burada ödəyir. Yenə 36-77-dən böyük deyil. 21-86-dan böyük deyil. Oldu 1, 4, 2 ilə 6-da bayaq var idi. İndi or veribsə 1, 2, 4, 6. D variantı. Bildiniz. Buna bu qaydada nəzər yetirəcəyik. Müəllim, axşamınız xeyir. Hər Bu vaxtınız. dediyiniz nə harda istifadə olunur ki, məsələn, magistr imtahanı demirəm. Bax bu yazır, böyükdür, kiçikdir belə. Çox yerdə, hər yerdə. Yəqin ki, istifadə olunur da birində. Baxır da məqsədlərə, axtarış məqsədidir, donsuz bunlar. Hə, cədvəlin içində nəsə, məsələn, malların içindən ya siyahıdan kimi nəyisə Bəli, axtarsa. əlbəttə, ola bilər. Access mənim eyni axtarış zamanda məqsədi. layihələrin idarə edilməsində də istifadə olunur. Böyük məlumat bazalarında seçilmiş məlumatların yəni tapılması üçün açar sözlərin daxil olunması ilə. Onsuz elə də yəni baza məlumatlarını işləmək üçün, değil mi? Bəli, bəli. Nəysə, bu belə. PowerPoint-dən sualları yazın baxayım. Onsuz burada fərqli bir şey yoxdur başqa. PowerPoint-dən sualları yazın yoldaşlar. Yazın onların izahına baxaq. Kimindən sual varsa yazsın görək.
Deməli, 6. Slide'ın kontekst menüsünün hansı əməliyyatı yerinə yetirmək olmaz? Slide'a kesit effekti vermək. Bax, istənilən slide'ın üzərində sağ düymə vururam. Kəsmək, kopyalamaq, nə bilim, yeni slide yaratmaq, dublikat yaratmaq, silmək, bölmə yaratmaq, slide'ın düzənini dəyişmək, reset eləmək, background'unu dəyişmək, gizlətmək, komment yaratmaq, hamısı var. Kesit effekti animasiyadır. Animasiya orada ola bilməz, animasiya transition'dadır. Sonra 11. Slide matching qutusu. Matching qutusu insert'tadır, olursa. Bu şeyler. Text box'lar burada sağda. Burada. Yani text box sayısınları çatırırıq, yazı falan yazıb yerində dəyişirik. Və də bu təqdimatda ən çox istifadə olunur belə şeylər. Yəqin ki, bilirsiniz də bu yazının içərisində onun içərisində yazırıq var. Sonra 45 türə nə sualdır 45? Print. 45 slaytdan ibarət təqdimatdır. 25'e daha doğrusu. Bize de çapa verilərsə neçə A4 vərəqinə ehtiyac olur. Pay olarsa burada yeni Word'da olan bir yanaşma var. Current slide. Current neydi? Cari slide. Cari nə demək? Tutaq ki, məsələn, mən gələm 3-cüyə. İstəyirəm ancaq bu slaydı çap edeyim. Ancaq bu slaydı çap edirəmsə, Ctrl-P-yə vurub, burada nə seçirəm? Current slide. İndi printə vursam, yalnız 3-cü slaydı çap edəcək. O da bir dənə vərəqə gedir, də onsuz. Mən də bu sözü gördünüzsə, current sözünü cavab kopyan site. Fərqi yoxdur. Burada, Word'də, harda gəlir olsun. Ya, o sözü gördünsə, kopyanı site cavab konkret. Dokuz. Slide, bu da yaxşı sualdır. Bu da qəbul edilən suallar içindədir. Slayda müxtəlif obyektləri əlavə etmək üçün insert lent tabının hansı lent qruplarından? Tables, image, illustration, media. Bax, lent qrupu deyir ha. Tables, image, illustration. Bunlar demək istəyir, media. Sənə demir ki, məsəl üçün, shape əlavə edir. Shape komandadır. Əmirdir. Lent qrupu deyil, lent qrupu illustration. Yəni ona görə bu chartdır, bu digərləri elə şey var ki, bura aid deyil ümumiyyətlə. Əmrlər idi. Sonra 51. Burada bax, biz solda seçirik, sağa əlavə edirik. Çünki burada add var. Sistem proqramı neçənci yerdəydi? 6-cı. Deməli, ilk öncə 6-cı slayd nümayiş olacaq. Windows neçənci yerdəydi? 3. Sonra 3. Tətbiqi proqram 8. Kompüter qrafikasının əsasları 1. Kompüter şəbəkələri 9. Yəni 6, 3, 8, 1, 9. Da buna 1, 2, 3, 4, 5 yaza bilməlisiniz. Çünki mən soldan seçib sağa əlavə edirəmsə, o demək ki, ancaq bu slaydlar nümayiş olunur. Yalnız bu göstərilənlər. Bildiniz. Altmış iki. Deməli, bizə deyir ki, 3, 4 və 5-ci, 6-cı slayd yaranacaq yoldaşlar. Bax, məsələn, mən seçirəm birincini, kontrol basılı saxlayıb ikincini, üçüncünü seçə bilərəm. Yəni, kontrol düyməsi basılı vəziyyətdə 3 dənəsini seçsin. İndi enter vururam. 4-cünü yaradır da. Bir dənə yaradır. Sən 50 dənə slayd seç. Enter vursan 51-cini yaradacaq. Yəni, orada bir rolu yoxdur.
Sadəcə mənim orada 3, 4, 5-i çaşdırmaq üçün verib mən, yoxsa Demək olar şeylərdir, bəli. ya da orada məsələn 60. 7, 8, 9 verilsəydi, deyəcəkdi 10-cu slayd çap olunur. Daha səsiniz bağlıdır müəllim. Bəli, nümayiş PPSX-dir. Yadda saxlayın. PPT əsas genişlənmə sağlayır. Elə PPTX də əsasdır. POTX şablondur. PPTM-dəki makrodur. Makro tipini yadda saxlayır. 67. 65-ə baxaq da bir də müəllim. Nümayişdə Ctrl P-ni vurana qələm aktivləşir. Qeydlər aparmaq üçün. Ben nümayiş rejimine keçirəm. F5. Yine Ctrl P'ni vururam klaviaturadan. Bak qələm gəlir. Yazı falan yazmaq üçün. Onda mənim Ctrl P-nin bir dənə printdən fərqli olduğu bir dənə proqram budur, yoxsa başqalarında da var? Yox, normal rejimdə, görünüş rejimdə normalda çap eləyir. Sadəcə slideshow rejimi, nümayişdə çap eləmir. Ha, nümayiş rejimi olduğu üçün. Amma yaxşı, Bəli, fərqi onda var. normal rejimdə Ctrl P desəydi, onda biz print seçəcəkdik də, hə? Aha, bəli. Ha, çox sağ olun. Müəllim. Bəli, qalanlarla print eləyir. Bu belə. Dən gözünüz zəhmət olmasın. Sonra 67. Keçən sınavların birində də vardı yoldaşlar belə bir şey. Burada 2 dənə bölmə var. Məntiq informatika bölmədir. Slide 10 dənə burada, 4 dənə də burada. 14 slide 2 bölmə variant. Bəli, müəllim, ümumi sınaq 1-də var idi belə sual. Sonra 68-də təqdimat presentation 1-də yoldaşlar. Niyə belə şeylər səhv eləmişsiniz? Presentation 1. Yetmiş bir. Yetmiş birdə görə bizdə nə deyir? Bu maraqlı sualdır. Bu bir sizə ilə bağlıdır. Bu PowerPoint'da şey var idi bu. İşbal Məsələn, bir yüzdə 4 dənə çıxarsaydıq əgər, belə görünəcəkdir. 6-dan olsa belə görünəcək. İndi yollarsa bir şey var. Əgər bu 68 dedim də 68'de presentation 1'də. Nəyə dedin ki 68? O presentation 1 olur. Slide 1 ola bilməz ama. Document 1. Word'da document 1 asılmır. Burada presentation 1'dir. Excel'de book 1. Bunlar da eyni şeydir. Aydın oldu. Tamam. İndi yollarsa qulaq asın. Burada bu şey var ha. İşbalqal kat sap olunması. 6, 9. Düzdürmü? İndi bize deyir ki orada 15 slaytdır. Bir dəfə çapa göndərməklə 2 səhifədə çap et. Sənə deyir 2 səhifədə çap et. İndi belə bir şey var. Əgər bu 6 olsa 6'sı burada olur. Düzdürmü? Mən bir dənə səhifə götürsəm 6'sı da orada olur. Oldu 12. Və bizdə 15'də var. Gələ mən 3 dənə səhifə götürəm onda. Ya bu bir dənə səhifəyə görə 6'dır. Bildiniz? Mən 2 dənə səhifə götürsəm bu 12 eləyəcək. Onda bu ödəmir.
Mən deyir 2 səhifədə çap eləsin. Aydın oldu nə demək istəyirəm. Onda burada 9 olar. Bir səhifədəki slaydların sayı. Çünki 9 olsa 9'u burada sap olunur. 6'sı da o birisində də. Bildiniz. Onda 2 səhifəyə çıxır. Yəni 2 dənə 4'ə. Belə. O birislərin heç biri ola bilməz. Mən aşağı qiymətlər heç ola bilməz. Yetmiş 9. Slaydın ilkin nömrəsinin təyinatı bu dizayndadır. Bayi yollar sır. Biri var ki, mən slaydı insertda nömrəliyəm. Slide number var da burada. Mən də nömrəsini nömrələmirəm. Futuru falan hər şey silinir. Slide nömrəsi yoxdur. Aşağıya baxın görəcəksiniz. Yoxdur nömrə. Bir də var ki, insertda bunu nömrələyirəm. Bu nömrələdim. Aşağıda 1. O bir slayda 2. Yəni, nömrələmə hardan oldu? Insert. Amma dizayna gəlir. Burada customize slide size-a vururam. Açılan pəncərədə custom slide size eləyirəm. Və burada məsələn, number slides from-da 1'in yerinə 3 yazıb OK vursam, onda aşağıya baxın bir dənə. Birinci slaydın nömrəsi 3 oldu. Yəni slaydın ilkin nömrəsinin təyinatını biz özümüz dəyişə bilərik. Hardan? Design tabında. Amma sadəcə nömrələnmə insertdə oldu. Yəqin Çinli fərqini bildiniz. Bəli, müəllim, mən səhv yazmışdım. Fərqini bildim. 83. 83. Bu tabları ölçəmək lazımdır. Onda. DVD yollasır. Onda olan. Sonra 89 8 7 8 9. Shape səmri insertlarda yerləşir. Bəyək göstərdim sizə. Illustration. Shapes buradadır. Figurlar illustration'da. Kontrol A-nı vuranda nə olur? İdarə etmə düymələri aktivləşir. İdarə etmə o deməkdir ki, ümumiyyətlə bunu nümayişdə istəyir bizə. Slideshow. Qocamı da görsənəcək. Kontrol A-nı vuranda yoldaşlar. Bu burada bizdə gəlmədi bu. Kontrol A-nı vuranda. Məndə gəlmədi burada hal-hazırda. Görsən, deyə gəldi aşağıda bə. De bunlardır bə. Bilmirəm görürsünüz ya, yox. Slide'ı seylir. Aşağı sağ küncdə qələm aktivləşir. De bunlardır da. Bu istər. Miqyas var, nə bilim, digər əlavə nələrsə var. İdarə etmə budur. Görə bilirsiniz aşağını. Bu istər. Bəli, müəllim. Kontrol A-nı vuranda həmin hissə gəlir. Dəqiqə. Aha. 89. Bax. 40 slayddan ibarət təqdimat. 40 ümumiddə elə bir şey. 10-cu slaydda olanda 25 vurup enter vuranda 25'e gelir bu. Bax burada tutaq ki 22 slayd. Mən bir təqdimatım var. 24 daha doğrusu. 24 slayd var bu təqdimatda. İndi mən gələm 5-ciyə. Tutaq. Daha doğrusu
Birdən nömrələməni düzəldim. 22 dənə slayd var. 22 dənə. Gəlin üçüncüyə nümayişə. Ümumi 22 slayddır. Mən indi üçüncüdəyəm. Mənə deyir ki, klaviaturadan 8 yaz, enter vur. Hara gedəcək bu? Hə? Təbii ki, 8-ci slaydı. Aşağıda nömrəsini görə bilərsiniz. Həqiqətən 8-ə gedir. İndi sağ düymə vurub burada last view eləsəm, təzənə qayıdır 3-ə. Çünki 3-də idi. İndi burada da 10 kimi. 25 yazıb enter vuranda 25-ə gedir. Last view eləyəndə qayıdır 10-a. Çünki 10-cu slayddaydım da ən son. Burada yollarsa 40 slaydın önəmi yox idi bu sual üçün. 40 slaydın önəmi bilirsiniz nə vaxt var? Məsələn desəydi ki bizə Lastı verməsəydi onda da müəllim. yox, ona görə yox. Bizə desəydi ki Lastı 10 verməsəydi slayd cavab 25 olacaqdı onda. o heç də yollarsa tələsmir də mən başqa bir şey demək istəyirəm. Lastı verməsə cavab 25 o heç. Bizə 40 slaydın burada nə vaxt önəmi olardı? Bizə desəydi ki 10-cu slayd nümayiş olunarkən 45 yazıb enter vur. Onda 40-a gedəcək. Niyə? Çünki 45 dənə slayd yoxdur, 40 dənədir maksimum. Word-də işləyir. Maksimum nəticə o qədər göstərir. Bildiniz? Bu bir dənə var qabaqda. Deyəsən 100-cü sual idi. 108-dir, 105-dir belə bir şeydir. 100. Hə, 100 deyə yazmışam mən. Burada 20 vur, enter vuranda 20 olacaq. Da burada last view demir. Burada last view demir yoldaşlar. Növbəti. 92. 100'ü dedik, 92, 96. Tarih slide neydi? Current slide. Yani Shift F5. Ama from beginning F5. Yani baştan başlayır. Tarih ne demek diyorlar? Bayaq mən məsələn 3-cü slaytdan başladım birbaşa. 3-cü Shift F5'i vururam. Ya ki bu göstərilən komanda. Slideshow'da from current slide. Neyin şeydi? Doksan altı, 97. Doksan altı bir sizin sualdı burada. Ticari proqramların interfeysini şeydə yollarsa bir proqramın içində başqa bir proqramla işləmək nə sayılırdı? OLE texnologiyası. O da adətən harda olur? Insert'da. Insert'da sağdadır. Bax text qrupunda object. Word-də Excel asırdıq. Burada da Excel asa bilərik. Okey. Baba qoydu. Excel'in kanallarını yazıyoruz. Bir proqramın içində başqa bir proqramın imkanlarından istifadə. 97. Bunu elə bayaq dedik bu. Hətta göstərdik. 1, 2, 3, 4, 6, 9. Şpalval kaddan o. De bulaydı. Vərəqin bir üzünə 1, 2, 3, 4, 6, 9 slide sap eləyə bilərik. Yaxşı, rəvam. Onsuz yekunlaşdırıq az qalıb. 100 getdi. 110, yox, 108. 108'e görə nə sualdı? Outline view. Şey diyorlarsa redaktör eləmək. Outline view bu rejimdir. Belə bir rejimdir. İndi redaktör bilsin nə məqsədlə deyir. Yəni biz buraya yazılar falan yaza bilirik, dəyişə bilirik, nə bilim, silə bilirik. Yəni bu məqsədlə. Aydın oldu. Başqa nə məqsəd olacaq ki?
116, 118. Başka failden seçilmiş slaytları bu sayıda home tabındaydı. Bunu deyəsən keçən əvvəllərdə göstərmişdim də baxsa sizə. Home'da new slide'ın içində aşağıda reuse slides var. Reuse slides. Browse elib istənilən təqdimat seçirəm buradan. İstənilən təqdimat. Open eləyirəm. Sağda açılır. İndi istənilən slaydı vuran kimi sol tərəfə əlavə edir bu. Özü istənilən fərqi yoxdur. Sol tərəfə əlavə elədi bunlar, gördünüz. Belə. Yəni seçilmişlər. Slaydların nümayiş rejimində bir-birini əvəzləmə bilsinlər yollaşır. Slaydın birindən digərinə keçid. 1. Nümayiş sonu deyəcəyi var, yumrusu. Ondan keçə bilərik. Bunu bəyək gördünüz nümayişdən. Sola sağa keçidlər vardı. Ctrl A-nı vurduq aktivləşir də bu. Bir də klaviaturanın hərəkət düymələri. Bunlarla keçə bilərik. Yəni nümayişdə bir slaydan digərinə keçmək üçün bunlardan istifadə edə bilərik, bu işarələrini. Aydın oldu. Və ya o göstərilənlərdən və ya enter düyməsindən hətta. Enter də vurub icra eləyə bilərdiniz. %26-29. Yaxşı. Deməli, slaydları qrup halına silə. Bunlar hamısı ola bilər. Ay yoldaşlar, seçirəm birinci slaydı. Shift-i basılı saxlayıb üstə vursam nə olur? 1, 2, 3. Üçünü də seçir. 1, 2, 3. Üçünü də seçir. İndi, məsələn, delete vurub silirəm. Sildim. Ctrl Z eləyim. Kopya eləyirəm. Kopya eləyəndə zaten sürəti çıxır da. Həm də mübadilə buferinə düşür. Yəqin ki, bilirsiniz. Aydın oldu. Onu deməli, 1 də düzdür, 3 də 4 də. Bir dənə gizlətmək qalır ki, o da mümkündür. Onu da slide-show'da hide slide eləyirəm. Bax, 3'ü də gizləndi. Nömrələrin üzərindən çarpa sıxat çəkilir. Nömrələrin üzərindən çarpa sıxat çəkilir. Nəyə sayda olmazdı qrup halında silmək və ya ümumiyyətlə hansısa bir əməliyyatlar. Qrup halında animasiya da vermək olur məncə. Mümkündür. Eyni şeydir. Animasiya da verə bilərik. Nəyəsə olmaz. O, bilmirəm, o bir-bir yoxlamaq lazımdır aslında. Nə deyə bilərik? Kat kopya eləyə bilərik. Qrup halında buna uyğun nəsə yoxdur axı desem. Ya indi baxır da əməliyyata. Nə deyə bilər ki orada? Ki o olmasın. Bir dənə bilsiz nə olmaz? Məsələn, yazıların şriftinin ölçüsünü dəyişdirmək. Çünki o konkret bir şeydir. Aydın oldu. Və ya məsəl üçün yazıların rəngini dəyişdirmək. Onlar qrup halında eləmək olmur axı. Niyə? Çünki fərqli eləmək olar. Aydın oldu. Fərqli eləmək olar. Yazıların rəngidir, şrift ölçüsüdür. Onlar mümkün olmur. %29. Obyektlərə verilən animasiya. Bu sayıda yollarsa. Deməli, exit, motion pass, entrance, bir də emphasis. 3, 4, 5, 7. O 1, 2, 6 isə aid idi. Slaytlara. Obyektlərə verilən animation içindədir. Burada başlıqlar görsənir. Amma slaytlar olan transition içindədir. Subtle, exciting, dynamic content. Bildiniz.
Bu da belə. Bura qədər sual yoxdur ki. Sual olan var PowerPoint ilə bağlı başqa. İndi nə edəcəyim, mən sizə deyəcəm. Yəni, bitirmirik tez. İndi deyəcəm. Əgər sual yoxdursa, yaxşı, bu hissəsini heç dayandırım rekord olaraq.